Yəqin ki, bir çoxunuz istirahət edərkən qarşılaşmısınız. Kimsə öz atını və yaxud da dəvəsini gətirir və təxminən siz 10 dəqiqə ərzində bu atla və yaxud da dəvə ilə səyahət edərkən 5 manat civarında pul ödəyirsiniz. Ancaq biz bir də digər tərəfdən bu məsələyə yanaşaq. Bir müəllimin 1 saat ərzində aldığı məvacib 5 və yaxud da 6 manatdır. Bir atın sahibinə qazandırdığı pul isə 1 saat ərzində təxminən 30 manatdır. Biz nə atın sahibinə qazandırdığı qədər müəllimə maaş vermirik, nə də sahibinin ata qoyduğu hörmət qədər müəllimə hörmət etmirik. Doğrudur, bəlkə də müqayisəmiz o qədər də doğru olmaya bilər. Ancaq biz gəncliyimizi, gələcəyimizi və övladlarımızı etibar etdiyimiz müəllimlərə sizcə kifayət qədər hörmət edirik? Məncə yox. Bəzən könüllü yardım adı altında pul tələb edirik, bəzən isə şifahi olaraq onlardan nəsə istəyirik. Əgər biz müəllimlərə hörmət etməsək, nə bizim övladlarımız müəllimlərə hörmət edər, nə də bizim bir gələcəyimiz olar.